ölkə ərazisində heyvan mənşəli məhsulların dövriyyəsi və istehlaka təqdim edilməsi zamanı mütləq şəkildə həmin məhsulların baytarlıq ekspertizasının keçirilməsini təsdiq edən baytarlıq sənədlərlə müşahidə olunmalıdır. O cümlədən ölkə ərazisində ixal olunan heyvan mənşəli məhsullar da yüksək risk qrupuna aid edildiyi üçün risk əsaslı yanaşma tətbiq edilməklə həmin məhsulların sınağa aparılır və müvafiq idxal sağlamlığı aktı ilə təmin edilir. Və ölkə ərazisində fəaliyyət göstərən iaşə obyektləri, o cümlədən xüsusən şadlıq evləri, restoranlarda istehlakçılara təqdim olunan hər bir heyvan mənşəli məhsullarında qeyd olunan müvafiq sənədləri təmin olunaraq istehlakçılara təqdim edilməlidir. Qida təhlükəsizliyi haqqında qanunun tələbinə əsasən hər bir qida subyekti qəbul etdiyi qida məhsulları, o cümlədən qida məhsullarını əldə etdiyi heyvanlar və onları təchiz edən qida məhsulları ilə bağlı təchiz edən qida subyektləri barəsində məlumatları özündə toplanmalı, elektron kağız və kağız formasında və elektron formada təmin etməli və izlənmə prosedurunu həyata keçirtməlidir. Bu sahədə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı, yəni Qida Təhlükəsizliyi Agentliyinin tələbi əsasında həmin sənədləri təqdim etməlidir. Bildirmək istəyirik ki, agentlik tərəfindən artıq bütün ölkə ərazisində fəaliyyət göstərən ictimai yaşam müəssisələrinə, xüsusən də şadlıq evlərinə və restoran sahiblərinə müvafiq xəbərdar edici məktublar göndərilmişdir və orada istehlakçılara təqdim olunan heyvan mənşəli məhsulların müvafiq baytarlıq sənədləri təmin edilərək satışa təqdim etmələri nəzərlərinə çatdırılmışdır. Bildiririk ki, agentlik tərəfindən artıq bu sahədə müvafiq reydlər, nəzarət tədbirləri həyata keçiriləcək. Həm aparılacaq planlı və planlanan yoxlamalar zamanı, o cümlədən aktiv sistemi üzərindən izlənmə əsasında həmin məhsulların müvafiq sənədlərinin tələb edilməsi həyata keçiriləcək. Qanunvericinin qeyd olunan tələblərini pozan hər bir sahibkar subyekti barəsində isə qanunverici nəzərdə tutulmuş qaydada müvafiq inzibati tədbirlər görüləcəkdir.